Deməli, bir dənə Türk xanımda görmüşdüm. O Türk xanımda bir dənə kişidə görmüşdüm internetdə. Ritual kimi bir şeydir. Günahdır. Günahsız eləməyin Allah xətrinə. Əl çəkin. Gedin kanalımdan günahdır deyənlər. Deyir, götürürsünüz bir dənə balaca qabın. Kasa, qab, maskura, nə bilim, rozetka deyirsiniz, mürəbbə qoymağa, qab. Cim duzla doldurursunuz və deyirsiniz ki, mənə pis gələn insanları, ay Allah, həyatımdan pis gələn və sayırsınız. Pis gələn, mənə düşmənçilik eləyən, üzdə düşmən dost olub arxada düşmən olan, üzdə mənə dost olub arxada məni sevməyən, ayağımın altını qazanın, sayırsınız da özünüz üçün. Mənə pis gələn, mənəm onu dedim, mənə və ailəmə pis gələn və saydım, ay Allah, həyatımdan çıxart. Birinci dəfə elədim, qoydum buzluğa. Buzluq bilirsiniz də, aradı marazilka. Soyuducu xalacilnikdir, onun buzlama hissəsinə və qalır orada. Çıxartsaz, itəcək tilsimi. Gördüm, yox. Dedim, ay, nə qəşəng, nə mutlu bana. Yəni, mənim onda paranoyam var ki, elə bilirəm ki, bir çox insanlar mənim həyatımdan çıxıb gedə bilər. O demək deyil, düşmənçilik olur. Negativ bir vibe verən insanlarda. Hətta demişdim ki, kim mənə pis gəlir, düşməndir, pahalılığımı çəkir, negativ vibe verir. Bu şimdi saya gedirsiniz. Sadəcə mən və ailəmə dedim. Neyse gördüm ki, dedim nə mutlu bana. İstədim, boşaldım, biraz başından boşalttım. Dedim, yox, bir də prov eləyim. Bir də test dedim, başına doldurdum və ikinci videosuna deyir, çıxart və bu duz kimi dondur və dedim ki, bu duz kimi dondur. Qoydum buzdağa. Və nəticədə üzərindən bir neçə gün keçməmiş 2 nəfər həyatımdan çıxdı, getdi. Yo, insanlara heç nə olmayacaq, xəstələnməyəcəklər, ölməyəcəklər. Əgər buralarında xəstəlik, ölüm yoxsa əlbət ki, sadəcə həyatınızdan tıpış demiş, çıxıb gedəcəklər. Kavga ilə, dava ilə də gedə bilərlər, sakitcə də gedə bilərlər və hadisələr elə cərəyan edə bilərlər ki, yenə də gedə bilərlər. Və hər ikisi sevdiyim və hörmət etdiyim insan idim. Birindən sadəcə negativ vibe gəldi, digəri inanmazdım. Mən elə bilirdim ki, onun valideynlərinin mənə, onu da əvvəldən bilmirdim. Yəni, illərlə tanıdığım insanlar bunlar. Vibe, yəni ki, düşmənçiliyi var, mənə negativ vibe gəlir, dedim, yenə də paranoyam var. Siz demə doğruymuş. Amma yadınızda saxlayın, çox insan, hətta düşünmədiyiniz. Düşmən bildikləriniz bəlkə də qalacaq həyatınızda, çünki onlar əsl düşmən deyirlər. Düşmən bilmədiyiniz, sizə pis gəldiyini düşünmədiyiniz belə insanlar həyatınızdan geçir. İndi baxın da, yeni istəyirsinizsə, seleksiyada siz təmizlənəsiz, edin.